Ama vaxtınız xeyir olsun, değerli izleyiciler. Kərim Qurbanov demək Xırdalan ərazisində yaşayır. Ünvanınızı zəhmət olmasa deyin. Heydərəli prospekti, döngə 4, ev nömrə 23. Hə. Sizin şikayətiniz nədəndir? Şikayetim ki, ara məsafə yox. Bu tikintidir, bu tikintini deyirsiniz. Bəli, bu tikinti ara məsafə yarım metr. Qazıyanda da evin divarını çatladım var. Hə, bu evin divarından çatladıblar. Kimə versən verəcəyinə görə. Siz hara müraciət eləmisiniz? Biz heç kimə müraciət eləmişik. Bir dənə göl çəkiliş gəldi, çəkdilər. ATP-dən deyil, nədən çəkdilər, o açıb getdilər. Bir dənə nasıl olmuş. Şikayət bir şey üçün qabul elə. Değerli dostlar, şirkətin adını bilmirsiniz. Hansı şirkətdir? Mesela deyirlər kimdir, bayaq deyirsiniz ki... Bayağı bilmirəm kimdir, NTV-də işləyir, polkovnikdir, kimdir? NTV nədir? Milli Təhlükəsizlik Nazirliyində polkovnikdir, elə deyirlər. Mən bilmirəm kimdir, tanımıram. Adı nədir? Adını da bilmirəm, tanımıram. İcraçının, nə bilim kimin? Heç lövhə də yoxdur, burada bir lövhə olsun ki, bilinsin ki, bu lövhə ilə bağlı ki, ünvan kimdir, burada tikintini kim aparır? Neçə otaqdır sizin eviniz? Eviniz neçə otaqdır? 5 otaq. Bir neçə kvadratdır? 120 kvadratdan ibarət. Buna da saysan 140 kvadrat. Yəni sizə heç bir təklif də olmadı? Heç bir təklif olmadı, heç nə. Salmadılar da, gəldilər, qazdılar, düşdülər, biz gəlirik, getməyəcək. İndi müraciətiniz kimədir? Müraciətimiz dövlətə, kimə olur? Prezidentə deyir, ya sussunlar prezidenti sayılırlar, palavka beçməklə palavkada yaşayırız, burada yaşamır. Mən palavka zərb qurun bir dənə yerdə palavkada yaşayırım, onca usuldurlar burada. Sayan yoxdur, mən isə adam sayan var, hiç yerini qoyan yoxdur. Değerli dostlar, değerli tamaşaçılar, siz doğrudan da gördünüz ki, demek bizim müraciət ediblər Kərim Qurbanov. İndi mən sizə məsələnin digər tərəfi barədə də məlumat verəcəm. Değerli dostlar, diqqətlə qulaq asın. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, rütbəli məmur vətəndaşın əmlakını uçurdur. Bu iddia ilə Kərim Qurbanov çıxış edir. İndi bilirsiniz ki, doğrudan da hər hansı bir tikinti, deyək ki, şirkətinin hər hansı nəyinsə bir sahibkarlığın arxasında doğrudan da hər hansı bir güclü əllər dayanması heç kəsdə sir deyil. Dəyərli dostlar, diqqətlə qulaq asın, mən sizə digər bir məsələnin də haqqında danışacağım. Demək, Xırdalan şəhəri Heydər Əliyev prospekti, döngə 4, ev 23 ünvanında yaşayan Kərim Qurbanov redaksiyanın qanun xəttinə müraciət edərək bildirib ki, yaşadığı ünvanda böyük təhlükə ilə üz-üzə qalıb. Doğrudan da siz indi orada video müraciəti gördünüz. O qeyd edir ki, evimlə divarlar, yəni divar-divara hansısa iş adamı hündür mərtəbəli bina tikir. Mənzilim 5 otaqdan ibarətdir. Evin sənədləri çıxarış alınması üçün aidiyyatı üzrə müvafiq orqanlara verilib. Bildirirəm ki, evin qanunu sənədləri mən alacağım. Tikintini aparan şəxsi tanımıram, ancaq qeyd olunur ki, tikintini aparan Ruslan demək adlı şəxsə dəfələrlə xəbərdarlıq eləsəm də xahiş və tələblərimə məhəl qoyulmadı. Deyilənə görə binanı tikən adam rütbəli məmurdur. Ancaq dəqiq bilmirəm. Ailəlikcə çox acınacaqlı duruma düşmüşük. Vəziyyətimiz çox ağırdır. Tikintinin digər tərəfində isə Əsma Nur uşaq bağçası yerləşir. Eşitdiyimə görə hal-hazırda onlarda şikayətçidir. Buna görə də tikinti dayandırılıb. Təəssüflər olsun ki, işləri tikintinin zirzəmisində onlar hal-hazırda davam elətdirir. Şikayətimizə baxan yoxdur. Yeganə ümid yerimiz cənab prezidentimizdir. Elə sizin media vasitəsilə cənab prezidentə müraciət edirəm. Xahiş edirəm ki, bizi və əmlakımızı bu rütbəli məmurun caynağından xilas eləsin. Bizə
çadır versin, gedək başqa yerdə yaşayaq. Hər an təhlükəli ola bilər. Həyatımız təhlükədədir deyə şikayətçi Kərim Qurbanov bildirir. Dəyərli dostlar, dəyərli izləyicilər, qeyd edək ki, sözgedən ərazidə aparılan araşdırma nəticəsində şikayətçi özü birbaşa video müraciət ünvanlayıb, daha doğrusu siz də onu gördünüz. Kütləvi informasiya vasitələri haqqında qanun tələblərinə uyğun olaraq qarşı tərəfin səslənən müraciətə münasibətini öyrənməyə çalışdıq. Ruslan adlı şəxs demək suallarımızın cavablandırmaq əvəzinə Xırdalan ərazisində yaşayır. Ünvanınızı zəhmət olmasa deyin. Heydər prospekti, dönüncə Əvəzinə siz görürsünüz ki, bizim əməkdaşımızı da demək qeyd edək ki, məlumat üçün bildirək ki, əməkdaşımızı da orada müəyyən demək əsəbi halda təhqiramiz formadakı gedin nə istisi yazın. Belə deyərək bildirib. İndi biz isə redaksiya olaraq məsələni diqqətə saxlayıb şikayəti tədbir görülməsi üçün Fövqəladə Hallar Nazirliyinə, Abşeron Rəngər Hakimiyyətinə, Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlayırıq. Yazmağı və çəkməyi bizdən, tədbir görülməsi isə aidiyyatı orqanlardan. Çox sağ olun.